Bakteriyalar necə çoxalırdı? Mən bunun üçün sizə iki qayda öyrətmişəm. Birincisi düsturdur. Düsturumuz belə idi. NT bərabərdir. N0 vuraq 2 üstü N. NT sonda yaranan bakteriya sayını, N0 başlanğıc bakteriya sayını, 2 üstü N'in üzərində kiçik N isə nəsil sayını göstərirdi. Bəs kiçik N'i necə tapmaq lazımdır? Verilən zamanı dəqiqəyə çevirərək ya 20-yə, ya da 30-a bölməklə. Misal üçün, mən bu məsələdə axırda qeyd etmişəm 20 dəqiqə. Yəni onu demək istəyirəm ki, bakteriyalar 20 dəqiqədən bir çoxalır. Bunu siz məsələnin şərtində onsuz da aydınlaşdırasınız. Gəlin belə bir məsələyə baxaq. 5 ilkin bakteriya 2 saat ərzində bölünmüşdür 20 dəqiqədən bir. O zaman nəsil sayını tapın, sonda yaranan bakteriya sayını tapın, bölünməyə məruz qalan bakteriyaların sayını tapın. İndi isə bura diqqət edin. Yuxarıda düsturla, aşağıda isə daha rahat və sadə bir yolla məsələni həll etmişəm. Düstura əsasən sonda yaranan bakteriya bərabər idi. İlkin bakteriya, bu məsələnin şərtində 5 idi, vuraq. 2 üstü N. Zaman olaraq 2 saat verdiyimi yəqin ki, xatırlayırsınız. 2 saatı dəqiqəyə çevirəndə olur 120 dəqiqə və 20 dəqiqədən bir bölündüyünü dediyim üçün 20-yə bölmüşəm. Bu eləyir 2 üstü 6. 5-i vuranda 2 üstü 6-ya eləyir 320. Deməli, sonda yaranan bakteriya sayım 320-dir. Nəsil sayım 6-dır. Bölünməyə məruz qalan bakteriyanı necə tapırdıq? Sonda yaranan bakteriya sayı, çıxaq başlanğıc bakteriya sayı. 320-dən 5-i də çıxanda eləyir 315. Deməli, bölünməyə məruz qalan bakteriya sayı 315-dir. İndi isə sadə yolla gedişata baxaq. Gördüyünüz kimi mən 1 saatda 3 nəsil qoymuşam və bu bölünmələrin hər biri 20 dəqiqə vaxt aparır. Gördüyünüz kimi 3 dənə 20 dəqiqə 1 saatdır, digər 3 20 dəqiqə də ikinci saatı ifadə edir. Birinci 20 dəqiqədə 5 bakteriyadan 10, sonra 10-dan 20, sonra 20-dən 40 və beləliklə 1 saat tamamlandı. Sonra isə 40-dan 80, 80-dən 160, 160-dan 320 bakteriya əmələ gəlir və ikinci saatda bu şəkildə tamamlanır. Nəticə etibarilə gözümlə görürəm ki, sonda yaranan bakteriya sayı 320-dir. Yenə 320-dən 5-i çıxanda, yəni son bakteriyadan başlanğıc bakteriyanı çıxanda, bölünməyə məruz qalan bakteriya sayını alıram, hansı ki bu edir 315. Nəsil sayı 6-dır ki, bunu buradan da görə bilərsiniz. 1, 2, 3, 4, 5, 6 nəsil. Və mən sizə demişdim ki, nəsil sayının başlanğıc bakteriya sayından heç bir asılılığı yoxdur, saat sayından asılılığı vardır. Belə ki, 1 saatda 3 nəsildirsə, avtomatik 2 saatda 6 nəsil, bu 3 saat olsaydı 9 nəsil və s. bu şəkildə davam eləyəcəkdir. Saatı 3-ə vurduqda, 20 dəqiqədən bir bölürsünüzsə, onda nəsil sayını alırsınız. Sonda yaranan bakteriya sayı isə 320-dir. Əlavə olaraq qeyd edeyim ki, burada bizdən sırf soruşa bilər ki, bəs 4-cü bölünməyə məruz qalan bakteriyaların sayı nə qədərdir? O zaman sayırıq. 1-ci bölünmə, 2-ci, 3-cü, 4-cü. Deməli, 4-cü bölünmə bu hissədir. 4-cü bölünməyə məruz qalan bakteriya sayı 40, 4-cü bölünmədən yaranan bakteriya sayı 80-dir. Və yaxud ikinci bölünməyə məruz qalan bakteriya sayı 10, ikinci bölünmədən yaranan bakteriya sayı 20-dir. 5-ci bölünməyə məruz qalan bakteriya sayı 80, 5-ci bölünmədən yaranan bakteriya sayı 160-dır.